Siz bir gənc olaraq dəbdəbəli toyun tərəfdarısınız yoxsa sadə? Tamamilə sadə toyun tərəfdarıyam. Çünki nə ehtiyac var? Ailə quracaq şəxslər o plan öz istədiyi ehtiyaclara qarşılaya bilərlər. Nişan məncə lazımlı olan bir şeydir. Amma həridir, elçilikdir, bu tip şeylərə ehtiyac yoxdur. Tanışdıq, nişan, sadə ailə arası yetərlidir. Mənim təmtəraqlı. Bilmirəm, çünki sadə mənim heç nəyə xoşuma gəlmir. Ancaq təmtəraqlı. Mən istəmərəm ki, 15 ildir tanımadığım hər hansısa bir qohumun qarnını doydurum. Ondansa mənim gələcəkdə həyatıma lazım olacaq bir şeyə pulumu xərcləyərəm. Belə ki, ailə quracağım insan nə istəsə onunla razıyam. Amma mən razıyam ki, tanımadığım insanların qarnını doldurmaqdansa bu pulu gələcəkdə mənim işimə yarayacaq bir şeylərə xərcləyim. Tərəfdarsınız yoxsa sadə? Mən sadə toyun tərəfdarıyam və düşünürəm ki, toy bir dəfə olur. Əgər ki, sən tanımadığın insanları çağırırsan toya, o nə toydur da, onun mənası yoxdur mənim üçün. Ən belə yaxın adamları çağırmaq lazımdır və onlarla bir yerdə keçirməyə. Mənim fikrimcə bu əslində qalsa hər bir şəxsin özündən asılıdır təbii ki. Mənə qalsa mən sadənin tərəfindəyəm. Sadəcə olaraq bəzən olur ki, valideynlər məsələn həmin günə baxırlar keçmişdən ki, yəni belə bir günü arzulayırlar. Ona görə məsələn onlar üçün daha təntənəli toyları sırf onların xətrinə eləmək olardı. Sadə toyun. Niyə? Məncə sadə toy daha maraqlı olar. Daha səmimi ortam olar. Sadə. Sadə toy. Çünki büdcə olaraq da daha az olur da, yəni ziyan olaraq mı deyim, ailələrə daha az olur ona görə. Məncə daha çox zəmanədən asılıdır. Yəni əvvəllər əlbəttə ki, daha çox təmtəraqlı toylar yer tuturdu, amma məncə gələcəkdə indiki nəslinə görə məncə gələcək daha çox sadə toylar üstün tutulacaq. Çünki məncə ümumiyyətlə mən də elə düşünürəm. Gələcəkdə evləndikdə niyə də o qədər lazımsız pul xərcləyim? Onun yerinə, yəni gələcək həyat yoldaşımla, yəni balaya üçün daha, yəni o pul toya verəcəyimə daha çox o balayını o pul təzərdə tutaram. Çünki yəni həqiqətən məncə lazımsızdır, yeri yoxdur. Sadə toyun. Çünki xərclərə sonra borclara səbəb olur ona görə.